Bugün izah edəcəyim sual situasiya sualıdır. Elə bir situasiyadır ki, bu situasiya ilə biz hər birimiz dərs prosesində qarşılaşırıq. Yəni qrup fəaliyyəti zamanı şagirdlər arasında olan anlaşılmazlıq və burdan vəziyyətdən çıxma yollarından danışacağıq. Sualımız belədir. Sinifdə qrup işi zamanı şagirdlər arasında münaqişə baş verir. Şagirdlər bir-birilə əməkdaşlıq etmək istəmirlər, bir-birinin fikirləri razılaşmırlar və təbii ki, belə olan halda sinifdə gərginlik yaranır. Bu məqamda müəllimin hansı addımı effektiv olmaz? Gəlin baxaq variantlara. A variantında deyir ki, müəllim şagirdlərə nümunə olmaq üçün bədən dili və səs tonunu tənzimləyir və prosesə sakit və nəzakətli formada müdaxilə edir. Bəli, müəllim sakit və nəzakətli olmalıdır ki, prosesə müdaxilə edərkən şagirdlər arasında yaranmış bu narazılığı nə edə bilsin? Aradan qaldıra bilsin. Ona görə də A variantı düzgün cavabdır və bizə lazımdır yanlış cavab. A variantı getdi. Dərsə 2 dəqiqəlik fasilə verib şagirdlərə dərindən nəfəs almaq tapşırığı verir. Buna biz deyirik time out. Bəli, bu cür münaqişələr olan zaman time outdan istifadə effektiv ola bilər. Ona görə də B variantımız da nədir? Düzgün variantdır. Yəni düzgün addımdır. Keçdik C variantına. Empatiya və əməkdaşlığı inkişaf etdirmək üçün dərsdən kənar məşğələlər təşkil edir. Əslində, burada elə məsələ empatiya və əməkdaşlıqda problem var. Ancaq bu variant hal-hazırki məqam üçün effektiv olmayacaq, doğru addım olmayacaq. Niyə? Çünki həmin dərsdə biz məsələni çox qısa bir zamanda məsələni biz həll eləməliyik ki, dərsimiz effektiv olsun. Dərsdən kənar məşğələni edən zaman bu həmin dərs üçün effektiv olmayacaq. Bu növbəti dərslər üçün effektiv olacaq. Bizdən isə bu məqamda müəllimin addımını soruşur. Ona görə də bu addım növbəti dərslər üçün effektiv ola bilər. C variantı yanlış addımdır. D variantında deyir, müəllim şagirdlərə bildirir ki, bir-birimizin fikri ilə razılaşmaya bilərik, lakin bir-birimizə hörmətlə yanaşmalıyıq. Bəli, bu fikir şagirdlərdə bir-birinin fikrinə hörmətlə yanaşmaq kimi hisslər formalaşdıra bilər, münasibəti tənzimləyə bilər. Y variantı, müəllim mübahisəni öyrənmə fürsətinə çevirə, şagirdlərə yönəldici suallar verməklə bir-birinin fikrinə münasibət bildirməyi təmin edə bilər. Bəli, bu da çox düzgün yanaşmadır. Çünki mübahisəni öyrənmə fürsətinə çevirmək olar. Çünki sinifdə qrup arasında ikili fikir var və o fikirlərə şagirdlər münasibət bildirərək nəhayət bir ortaq qərara gələ bilərlər. Həm effektiv öyrənmə baş verə bilər, həm də qrupda olan belə deyək, gərginlik, əməkdaşlığın pozulması aradan qalxa bilər.